Diqqətlə qulaq as, yaxın otur. Sonda bir söz deyəcəm sizə. İlk öncə sizə təbrik etmək istəyirəm Zəfər bayramı münasibəti ilə. Bilirsiniz ki, bugün 8 noyabr qələbə günüdür. Cənab Prezidentin bugünkü tarixi Zəfər günü elan etmişdi. Məlum məsələdir ki, bugün Qarabağın azadlığı, xalqın birliyi, şəhidlərin qəhrəmanlığı və Azərbaycanın gücünün rəmzidir. Təbrik edirəm əziz xalqım, əziz millətim. Hər zaman bizə Allah Taala xoş günlər qismət etsin və müharibələrdən uzaq olaq, övladlarımız müharibə görməsin, müharibə şəraitin yaşamasın. Və əlavə olaraq bir şey diqqətinizə çatdırmaq istəyirəm. Qabil bizim kapitanımız, qazimiz Bərdədə yaşayır və çox təəssüf ki, o artıq orada ev tikib neçə ildir orada yaşayır. Onun sağında, solunda qaz var, amma sağ evində, sol evində qaz var. Bu adamın tən ortada evində qaz yoxdur və qazı da vermirlər. Yəni vermək istəmirlər, düzdür. Torpaq sənədsizdir. Ev tikdirib orada. Məlumdur, indi insan sənədsiz yerə ora-bura niyə getsin? İmkansızlıqdan, kasıbçılıqdan. Və aidiyyatı üzrə mən çox xahiş edirəm. Bərdə şəhər icra hakimiyyətindən, nə bilim qaz idarəsindən, qazi şəhid ailələrinə baxan şöbə rəisi, adını bilmirəm, o qardaş kimdirsə ondan. Yəni bir qazinin övladları balaca, 2 yaşında, 5 yaşında, yəni bu uşaqları qazsız soyuqda qoymaq nəyə lazımdır? Bu gün məhz onların günüdür. Biz bu gün onlara diqqət qayğını göstərməliyik. Yalandan fəxrimizsiz, qarşınızda baş əyirik demək lazım deyil. Diqqət qayğı göstərmək lazımdır. O pafosunu çıxışlar, fəxrimizsiz, siz belə eləmən. Çox xahiş edirəm Bərdənin bax icra başçısından. Adam sizin də yanınızda olub, müəyyən tapşırıqlar vermişsiniz, asan xidmətə gedin, belə. Asan xidmətə gedib sənədli torpaq olsa elə qanunla bunu həll eləyərdi də. Digər yoldaşlar necə eləmişsinizsə, bu qazimizə də mən xahiş edirəm, kömək eləyin. Belə olmaz axı. Valla deyirik, sonra da oluruq pis, danışırıq, oluruq pis, danışmırıq, biz qazi yoldaşımızdır. Niyə axı buna kömək etməyəsiz?